Bir çox insanlar söz bazası olsa belə cümlə qurmaqda çətinlik çəkirlər. Bu zaman swap qaydasından istifadə olunur. İngiliscə cümlə qurmaq əslində asandır. Swap qaydası ilk öncə subject, sonra verb, yəni ilk öncə subject mübtəda, fail, daha sonra object, yəni tamamlıq, place, yer, məkan və son olaraq zaman gəlir. Məsələn, deyirik ki, mən hər gün evdə yemək bişirirəm. Burada mən subject, I, nə edirəm? Fail, bişirirəm, cook. Object, nəyi bişirirəm? Nə bişirirəm? Yemək bişirirəm, the meal. Harda? Place, evdə, at home. Nə vaxt? Zaman olaraq every day, hər gün. I cook the meal at home every day. Sonra məsələn yeni bir cümlə. Mən gündə bir dəfə restoranda yemək yeyirəm. Mən mübtəda I, yeyirəm, eat. Nə yeyirəm? Yemək yeyirəm. The meal. Harda yeyirəm? Restoranda yeyirəm. At the restaurant. Nə vaxt? Gündə bir dəfə. Once a day. A day. İngiliscəsində birləşmələr şəklində olur. Gündə bir dəfə mənasındadır. Bu qədər. Başqa istədiyiniz bir başa salın əziz. Əlavə olaraq once a day gündə bir dəfə, once a week həftədə bir dəfə, twice a week həftədə 2 dəfə, 3 times a week həftədə 3 dəfə.